Yaxşı. Ay qız, nə olmuşdu elə internetiniz getmişdi? Pulunu keçirməmişdiniz? Yadımızdan çıxmışdı. Yaddan çıxmış. Görsəm, axır ki etiraf elədi ki, günah sizdə olubdu. Onu İlhamə Quliyeva oxuyurdu. Ha, günah səndə oldu ay Qaragülə. Yadına düşürmü o mahnı? Yadıma düşmür. Qocalmışam. Deyir. Bu sevgi qəlbimə doğma müqəddəs. Ayrılıq günahsa necə yuyaq bəs. Yadına düşdü? Düşmədi. Ey, olmadı da. Eyb yox. İlhamənin ifasında ataram, qulaq asıb ağlayarsan. Yaxşı. Hə, yaxşı arkadaşlar. O zaman açaq sandığı, tökək təndiri. Yox, açaq sandığı, tökək pambığı. Nə var idi, nə yox idi? Deməli, test neçə idi? 11. Bir dənə də qəşəng modelimiz var idi. 8 idi elə model. Bəli. Bəli. İşləmədiklərinə görə xəbərləri yoxdur. Bir dənə buradan paint açım. Görsün İrayda xanımımız gəlib çıxa bildi mi? Demişdi 15-20 dəqiqə gecikəcəm. Mən də o fürsətdən istifadə elədim. Əslində qalsa o fürsət deyildi. Sadəcə oradakı işdən çıxıb bura gələnə qədər yolda itirdiyim vaxtın ucbatından oldu hər şey. Bu lazım deyildi. Mən Zoom-la paylaşmalıydım. Paylaşaq. Paylaşıq. Paylaşıq. Paylaşdım. Ha arkadaşlar deyin görüm nerede yanlış yaptık? Biz nerede yanlış yaptık? Allah'ım. Ha çocuklar deyin. 2. 2. Deyir 1-3 sayılı suallar. Aşağıdakı şərtlər əsasında cavablandırın. Şərtlərimiz nədir? Yuxarıda 16 otaqdan ibarət bir oyun kağızı verilmişdir. Bu oyun aşağıdakı qaydalara görə oynanılır. Oyunçu giriş qapısından başlayıb otaqlardan keçərək çıxış qapısından çıxmalıdır. Yəni bax burada görürsüz yuxarıda giriş yazıb aşağıda çıxış. Girdi, çıxdı. Deyir oyunçu hər otaqda neçə xal varsa o xalı alır. Amma istifadə etdiyi hər qapı üçün oyuncudan 2 xal çıxılır. Giriş və çıxış qapıları da daxil. Yəni birindən girdi, o birisindən çıxdı. Nə edir? 2 xal, 2 xal, 2 xal. Deyir hər otaqdan ən çox bir dəfə keçməlidir. Bunu da dedi. İndi deyir bir oyuncu yuxarıda verilən oyun kağızına 10 xal olan otaqların 5-dən də keçərək ən çox neçə xal toplayır. Gəl baxaq. Arkadaşım, deməli bax bu otaqdan keçdi. Düzdür? Sonra bundan keçdi. İndi onu deyim ki, bundan və bundan da keçməlidir. Düzdür? Bəs ən çox neçə xal toplayacağını necə təyin edəcəyik? Təbii ki, bu birisi 10-luğa gəlmək üçün bu 1-dən də keçə bilər, 8-dən də. 8 1-dən böyük ədəd olduğuna görə 8-dən keçsə daha yaxşı olarmı? Olar. 8-dən sonra bu 1-ə gəlib 10-a da gedə bilər. Yox, 1-dən gəlib 2-yə, oradan 7-yə, sonra 1-ə, sonra bu birisi 1-ə, sonra bu 10-a da keçə bilər. İndi görək hansı sərfəlidir? Deməli, bu qapıdan keçməyi hesablamaq, burada 1 xal qazanıb, burada 1 xal itirəcək. Mənfi 1 ilə girəcək ona, düzdürmü? Bəli. Amma bura bax, burada 2 xal itirər, burada 2 xal itirər, burada 2 xal, burada 2 xal, burada 2 xal. 10 xal itirir. Bəs qabağına neçə xal qazanır? 1, 2, elədi 3, 7 gəldim. 10, 11, 12. 12 xal qazanıb 10 xal itirirsə də 2 xal qabağa düşür. Deməli, buradan gəlib belə keçməkdənsə də bu 1-dən keçəndən sonra 2-yə, sonra 7-yə, sonra 1-ə, sonra bu birisi 1-ə keçsə daha çox xal qazanır. Ondan sonra gəlib bu birisi 10-a keçmək üçün bu 1-dən keçməlidir. Ondan 4-dən, ondan və çıxmalıdır. Düzdür? Bəli. İndi onları və burada qırmızıladığım xalları toplayaq. 8, 1, 2, 11, 7, 18, 19, 20, 21, 4 da 25. 5 dənə də 10-umuz var idi. O da 50. Elədi 75 xal. Düzdürmü? Düzmü Bəli. saydım? Bircə dənə toplamada səhv eləyə bilərəm. Ha, ona görə diqqətli olun.
8, 1, 2, 11, 17, 18, 19, 20, 21, 25. Yaxşı. İndi baxa görə neçə qapı istifadə elədi? 1 qapı, 2 qapı, 3 qapı, 4 qapı, 5 qapı, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə qapı istifadə etdi. 14 qapıda neçə xal itiriləcək? 28. 28. 75-dən 28 çıxan nə qalır? 47. Düzdür? Ben. Bu da Bunu cavab. tapmıştım müəllim. Bu birisini tapmamıştım. Hı. İkini tapmamıştım. Yaxşı. Sonra neçə baxaq? 2. 2. Deyər bir oyunçu yuxarıda verilən oyun kağızdan qırıq xətlərlə göstərən yolu izləyərsə neçə xal toplayır? Ay arkadaşım, qadınam, prinsipi bildin. Ha? Ben. Bəlkə özünü işləyəsən, bilsən nəyə görə deyirəm. Mən işləsəm sən heç nə qazanmayacaqsan. Amma o prinsipi bildin ki, nə tərk edirik. Bax, Aynen bunun birincisini işledim. Birincisini düz eləmişim. Ama ikinci səhv çıxıbdı. Eyni prinsiplə eyni eləmişim. prinsiplə işləyibsən, səhv çıxdı. Yaxşı, neçə xal topladığını və neçə xal çıxıbsan, onları mənə de bir dənə. Toplanan Bunlar xalın neçə olduğunu və çıxılan xalın neçə olduğunu de. Bəlkə elə toplama çıxmada səhv edibsən. yəqin orada səhv eləmişəm. Mən təzədən baxarım. Təzədən bax. Çünki başqa bir şey yoxdur. Başqa bir Yox, qeyri. birinci sizinki kimi eləmişdim. Ay sağ ol. Halal olsun sana. Əjdahasan. Hə. Neçəyə baxaq arkadaşlar? 10 müəllim. 10 müəllim. Yaxşı, baş üstə. 10-a 7 müəllim. 7 müəllim. Ay Müşkan xanım, sizin görüm gözünüzə nəsə. Hamısı gəldi, axırda 7-yi yaza bilmədim. Yaxşı, 4-7 üçün arkadaşlar kimin sualı var utanmasın versin. Müşkan xanım o işi gördü. Artıq siftəni elədi, başlayaq. Deməli, Murad, Necmi, Orxan, Ömər, Perihan adlı şəxslərin abunə olduqları A, B, C, D, E qəzetləri və STY jurnalları ilə əlaqəli bunlar məlumdur. Baxın, Murad, Necmi, Orxan, Ömər, bir də Perihan. Cu, xətlər çəkək 3, 4, 5, 6 dənə xətt çəkdim. İndi baxaq, burada bir xəttimiz, ikinci xəttimiz, üçüncü xəttimiz, dördüncü, beşinci, oy, nə iyrənc çəkdim, altıncı, yeddinci, bir dənə xətt çəkim, səkkizinci xətt, çünki niyə orada ən azından, yox, hətta bir dənə xətt çəkməli olacam deyəsən. Bir onu da yerdən yazarıq. Bax, A, B, C, D, E, burada da S, T və Y. Gördünüz? Sxemləşdirdik mi bunu? Elədik. İndi bizə nə deyir? Deyir ki, A, B, E qəzetləri və S jurnalının hərəsindən 2 nəfər. A-da 2 nəfər, B-də 2 nəfər, E-də 2 nəfər, bir də S jurnalı 2 nəfər. Qalanlarına 1 nəfər abunədir. Aboneyiz, abone. Eləmi? Elə. Bəli. Sonra deyir hərəsindən 2 nəfər, digər hərəsindən 1 nəfər abunə olub. Əla. Orxan və Muradın hərəsi 3, Orxan 3, Muradda 3. Qalanlar da 2 nəşrə abunədirlər. Sonra deyir ki, Murad 2 qəzet və 1 jurnala abunədir. Muradda 2 qəzet plus 1 jurnal var. Düzdür? Ömər və Perihan abunə olduqları qəzetlərin ikisi də eyni. İndi bura bax. Ömərlə Perihan qəzetə abunədir. Bunlarda jurnal ola bilməz. STY-ni elədik. Və ikisi də eynidirsə də C və D qəzetləri ola bilməz. Çünki C və D qəzetlərindən bir-birdir. Demək, B qəzeti ilə S və T jurnallarına eyni şəxs abunədir. Aha, artıq bu Murad ola bilməz. Çünki niyə? Murad 2 qəzet bir jurnala abunədir. Amma bu birisi şəxs 1 qəzetlə 2 jurnala. Demək, Orxandır. B qəzetinə abunədir. Bir də S ilə T jurnallarına abunədir. T jurnalı qurtardı. Bircə dənə idi. Murad da Orxan da başqa şeylərə abunə ola bilməz. Bu arada Ömərlə Pərhan artıq B qəzetinə abunə ola bilmir. Çünki B-dən bir dənəsi qaldı. Onda A və E qəzetlərinə
abunə olacaqdır. Düzdürmü? AE. Davam edirik. Davam edirik deyəndə qardı. Daha bundan o yana şərtimiz yoxdur. Burada ancaq nələr deyə bilərik? Deməli, Murad əgər B qəzetinə abunədirsə də Nəcmi ya C ya D-yə abunə olacaqdır. Çünki Murad B ilə C-yə abunə olsa Nəcmiyə D düşəcək. B ilə D olsa Nəcmiyə C düşəcəkdir. C ilə D olsa Nəcmiyə B düşəcək. Sonra Murad S jurnalına abunə olsa Nəcmi Y-yə abunə olacaq. Murad Y-yə abunə olsa Nəcmi S-ə abunə olacaqdır. Və burada nə görürük? Nəcmi bir qəzetlə bir jurnala abunə olmuş ola bilir. Yəni çünki niyə? 3 dənə jurnal qalıb əlimizdə. Murad ikisini 3 qəzet qalıbdı. Murad ikisini götürən Nəcmiyə biri düşür. 2 dənə jurnalımız var. Murad birini götürəndə o birisi də Nəcmiyə olur. İndi 7-yə baxa bilərik. Çünki niyə? Mürcan xanım bu sual vermişdi. O da 7-ci sualdır. Bu arada kim yoxa çıxdı? Vüsalə xanım yoxa çıxdı. Bu məlumatlara görə aşağıdakı ifadələrdən hansı mütləq olaraq yanlışdır? Ömər A qəzetinə abunədir. Arkadaşım, Ömər A qəzetinə abunədir, doğrudur. Ömər E qəzetinə abunədir, bu da doğrudur. Perihan A qəzetinə abunədir, düzdür. Perihan E qəzetinə düzdür. Perihan B qəzetinə abunə deyil. Gördünüz ki, burada xətt çəkmişəm. Ay Mürcan xanım. Dəymədi. Yenə mənim kolonkamdan maraqlı səslər gəlir. Deməli, nə etmək lazımdır? Burada audioda düzəliş aparmaq lazımdır. Mikrofon Realtek. İndi düzəldi. Yes. Gördünüz nə qəşəng oldu. İndi davam edək. Neçə baxır? 9-a da baxa bilərik. Arkadaşım, su aqreqat halına görə nədir? Mayedir. Düzdür? Yəni maye suyun nəyidir? Aqreqat halıdır. Onda civənin aqreqat halı nədir? O da maye halındadır da, civə. Heç termometr qırılıbdımı evinizdə? Bəli. Ay, sual. Mən belə götürüm, yəqin burada səhv eləmişəm. Bəli. Sonra 10. 10. Və akademik, dosent, doktor, professor, bir də Amerikan. Hansı fərqli oldu? Amerika. Bəli, Amerikan. Sonra kaça bakıyoruz? Uşaqlar, arkadaşlar, böyüklər. 14. 14. Ay ay ay. Ay arkadaşlar. Yadınızda bundan ötürü sizə bir aləm hekayə danışmışdım. Nələr eləmişdim. Ya Bəli. bir şeyə diqqət edin. Deyir, həkim hər gün Mərdəkandan qatarla saat 8:00-da Bakının Sabunçu vağzalına və oradan da onun üçün göndərilmiş maşına oturaraq xəstəxanaya gəlir. Bir gün həkim vağzala 1 saat əvvəl gəlir. Maşını gözləmədən o xəstəxanaya piyada getməyə başlayır. Bir qədər getdən sonra yolda maşınla qarşılaşır. Maşına oturub xəstəxanaya həmişəki vaxtdan 20 dəqiqə tez çatır. Həkim yolda neçə dəqiqə piyada gəzmişdir? Arkadaşım, bunun qısa yolunu deyim. İzahını yəqin ki, deyəsi olsam, yenə də həminki vəziyyəti yaradacaqsınız. Çünki bu sualdan 3 dəfə sizə izah eləmişəm indiyənə qədər. Necə olubdur? Bunu bir dəfə bunu izah eləmişəm. Bir də o qəbul testlərinin içərisində bundan var idi. Çünki qəbula düşmüş bir sualdır, bilirsiniz. Və 2 dəfə də orada izah eləmişəm. Ona görə 3 dəfə izah eləmiş oldum, amma orada başqa şey soruşurdu. Məsələn, keçən ilin qəbulunda soruşur, saat neçədə görüşəcəklər bunlar. İndi nə edək? Kolay olan ümumi sxemmi deyim, yoxsa yenə başdan ayağa izah mı edeyim? Qısa yol deyilən. Baxın arkadaşlar, bu həkim vağzala həmişəkindən 1 saat tez gəlir, düzdürmü? Və işə də 20 dəqiqə tez çatır. Elədir? Yəni sir bu ikisindədir. 1 saatda neçə dəqiqə var? 60 dəqiqə. Düzdür? Bəli.
20 dəqiqə ki var, 20 dəqiqə tez çatıbdır. Düzdür? Nəzərə Bəli. almaq lazım, bu 20 dəqiqəni 2 yerə bölürəm. Niyə? Bunun 10 dəqiqəsi maşının gəlməyində, irəli düşməyinə görədir. 10 dəqiqəsində isə qayıtmağında. Çünki maşın gələndə nə qədər zaman sərf etsə, qayıdanda da o qədər zaman sərf eləmiş olur. Bu 60 dəqiqədən həmin o 20 dəqiqəni 20 bölü 2-ni çıxıram. Neçə qalacaq? 50. Deməli, həkim 50 dəqiqə piyada yol getmiş olacaq. Gördünüz? Bəli. Sonra neçəyə baxırıq? 24. 24. B variantdakı hissələrdən 4-ünü birləşdir, aşağıdakı fiquru alınır. Artıq olan hissəni müəyyən edin. Baxın. C variantını gətirib, gəlin belə bir iş görün. Bu üzərində düzəldim. Üzərində. Burada bir dənə kvadratı gətirib bunun üstünə quracam. Çünki tam olaraq anlayasınız ki, mən nə demək istəyirəm. Bax, arkadaşım. Bunu elədim. C variantını burada çəkdim. Ha? Bəli. Ay son. Yuxarıda B variantı alındı. Bəli. Aşağıda da Aşağıda A variantı. kvadrat. Əlimizdə nə qaldı? D variantı. Gördünüz bunu? Bildim. Nə Çox olur? sağ olun. Gördünüzmü bunu? Bəli, müəllim, çox sağ olun. Neçə? 32. 32. 31. 31. 31-də 21-dən 14-dən 672, 13-dən 4-dən 202, 9-dan 8-dən 162 alır. Arkadaşlar, ümumiyyətlə belə tapşırıqlar işləyəndə həmişə balaca ədədlərlə olana baxın. Çünki niyə? Yekə ədədi fikirləşib tapan qədər çox vaxtınız gedəcək. Balacanı tapmaq asandır. Bax 9-la 8-dən 162 necə alına bilər? Çünki buna vursan alınmayacaqdır. Heç hasillərin ikimisi də yaxın gəlmir. Ona görə kvadratdan istifadə et. 9-un kvadratı 8-in kvadratı. Bunları toplayanda neçə edir? Bax, bu 81 edir, bu da 64. 145 edir, edir. 9 ilə 8-in özünü toplayanda neçə? 15. 17. 17. 145 ilə 17-ni toplayanda 162 edir. Deməli, 144 üstəgələk 25 üstəgələk 17 alınacaq. Necə? 12-nin kvadratı üstəgələk 5-in kvadratı üstəgələk 12 plus 5. Aydındır nə edəcəyimiz? Bəli, mən eləcə kvadratlarını toplamışdım. Hı -hı. Kvadratları eləcə toplayanda axı alınmır arkadaşım. Yarımçıq Halda alınmadı, elə qaldı. Ona görə başa düşmədim ki, nə etmək lazımdır axıra çatdırmaq üçün. heç nə olmaz. Sonra neçəyə baxırıq? 32. 32. Baxaq. Deməli, yuxarıda əvvəlcə 5 gəlib, sonra 2 çıxıb, sonra yenə 5 gəlib, sonra yenə 2 çıxıbdır. Elə 5 gələcəm üstünə neçə eləyəcəkdir? 12. Burada nədir? 3 çıxdın, 3 gəldin, 1 çıxdın. 3 gəldin, 1 çıxdın. 3 gəldin, elədirmi? Və nəticə etibarilə nə olacaqdır? Burada 7 ilə 5 toplayanda neçə edir? 12 edir. Elə? Bəli. 5 ilə D variantı doğru cavab variantı. 38. 38, 34. 34. Otuz dörtdə belə bir şey var. Bax bunlar ki var, bax bu yuxarıdakılar.
Bunları topluyorsunuz arkadaşım. Neçə edir? 10, 14, 24, 16, 49. Eləmi? Bu aşağıdakiləri da bir topla. Edir 13. 49-dan 13 çıxan neçə qalır? 36. Tutduq söhbəti. Bəli. Hı -hı. Hı. Arkadaşım narahat olma. Fin kodu kartın nömrəsini atarsan. Kartın nömrəsini niyə atırsan? Nə kartın nömrəsi? Hı -hı. Yaxşı. Bunlar da neyniyək? Silək. Neçəyə baxırıq? 46. 46. 45. 4. 44, 45. 44'ü kim idi deyən? Mənim. Ay arkadaşım. Səni görüm bu Məli Məmmədin nağılındakı div saçından assın. Ya belə şey mi olar? Bax bu üç bucağı götürüb bura qoyduq. Onda kvadratla dairəni də bura qoyuruq. Düzdürmü? Bax bir Bəli. dənə kvadrat bu kvadratla gedənə 3 kvadrat bir dənə 3 bucağımız 3 4 dənə dairəyə bərabər olurmu? Deməli D variantda doğru cavab. Burada nə Bəli. yapdıq? 46 dediniz yoxsa 45? 45. Yaxşı. 45. Aşağıdakı diaqram bir ölkədə 2001-2004-cü illərdəki fındıq, badam, qoz, şabat və fıstıq tədarükünü göstərmişdir. 4 ildəki cəmi tədarük miqdarı ən çox olan məhsul hansıdır? İndi bura baxaq, arkadaşım. Birdən-birə fıstıq yadıma düşdü. Deməli, baxaq. Gördüyünüz kimi, burada bu zolaqlı nədir? Fındıq deyə. Fındıq 60, 70, 130, 20, 150, 40 da burada 190'dır. Fındıq 190. Sonra zolaqlı olan nədir? Deməli, badamdır. 40, 40, sonra 40, elədi 120, 60 da burada 180'dir. Badam 180. Sonra bu fiqir xətti nədir? 50, 20, 20 elədi 90, bir dənə də 30, 120. Bu da qozdur 120. Sonra bu 60 olan nədir? Şabalıd. 60, 60, 60, 180, 40 da nə? 120. 220 şabalıddır. İndi baxaq. Bu birisi 70, 40, 110, 40, 150, 40 da 190. Elə 190 da fıstıqdır. Nə oldu ən çox tədarük olunan? Şabalıd. Bu sualın nəyi çətin idi ki, bunu belə Mən saxlayır? eləmək düzgün toplamamışam. Mhm. Sonra neçəyə baxaq? Arkadaşlar suallar gəlsin. Ay Vüsələ xanım hara getmişdiniz ay qız? Ay müəllim qonaq gəlmişdi. Getdim, göründüm, gəldim. Hə. A, xeyirdir mi? Xeyir. Xeyirdir, xeyir. Xeyirdir. Hə, Allah yaşa, Allah xoşbəxt etsin. Yaxşı şeydir qonaq. Hə. Arkadaşlar, indi nədir? O birisinə baxaq. Bəli, o birisinə baxacağıq. Təbii ki, o birisinə baxacağıq. Qoy tam açım ekran, tam ekran açım. Neçə baxırıq? 6. 6. Baxaq. Deməli, məsələmiz nədir? Bax, burada görürsən, iki çəngəl bir araya gəlməməli idi, amma gəlibdir. Bax, burada da iki dənə çəngəl var. Amma hansı yerlərdədir? Burada birinci, ikinci yerdədir çəngəllər. Burada birinci, üçüncü yerlərdədir. Sonra burada iki qaşıq var. İkinci, dördüncü yerdədir. Buradakı qaşıqlar da ikinci, üçüncü yerdədir. Burada da iki dənə bıçaq var. Birinci, dördüncü yerdə. Arkadaşım, baxın.
Çəngəllərin qoşu olduğu iki variant var. Qaşıqların qoşu olduğu iki variant var. Bıçaqların qoşu olduğu bir variant var. Deməli, bıçaqlar qoşu olmalıdır. Ona görə də B olmaz, C olmaz, E olmaz. A ilə D-də bıçaqlar 2 dənədir. İndi nəyə baxın? Birinci yerdən 1, 2, 3 variantda istifadə olunub. İkinci yerdən 1, 2, 3 versiyada istifadə olunub. 3-dən 4-dən isə 2 dəfə istifadə olunub. Deməli, 3-cü və 4-cü yerdə bıçaqlar olmalıdır. Ona görə də nə götürürük? D variantı. Gördünüz? Bəli. Sonra 8. 8 baxaq. Ay arkadaşım, səndən ötürü burada bir fokus göstərim mən. Gəl görəsən. Nə görürsən indi? Gözlərsə 1, 2, bildim mən bildim. Demişdiniz bunu bir dəfə. Bəli, bir dəfə demişdim. Amma görsün nafile. Haviyə demişəm elə bil. Mən təzə qoşulmuşdum, onda demişdiniz. Onun nə Deyəlim. dəxli var ki? 17. İndi uşaqlar, gördünüz Layla xanım burada göz görə-görə sizə köhnəlmiş dedi. Gəliyərsiniz. Nömrəsini atacam, yığıb söyərsiniz. Neçə baxırıq 17. Biləm döyə bilməyəcəklər Layla xanım. Elektron mühitdə olmur da döymək. Hə, uzaq başı nə? Ürək sözlərini desinlər. Ürək sözlərini deyərlər. Hə. 17-yə baxırıq. Bax, bax bu fiqur ki var, bax bu xətt boyunca simmetrik çevrilsə, nə olacaq? Oxdan sağdakı fiqur alınacaq. Göz, bax qarı aşağıdadır, yuxarı qalxıb. Bu qarı yuxarıdadır, aşağı düşüb. Aşağıdadır, yuxarı qalxıb. Düzdür? İndi bunda həmin əməliyyatı yerinə yetirsəz nə olacaq? Bunda yerinə yetirsəz, bax burada üç bucaq var. Ağ üç bucağı görə bilsizdə, bu nə olacaqdır? Evet. Ağzı yuxarı durmuş olacaq, düzdür? Ona görə də C variantı alınır. Sonra 30. 30. Ay arkadaşım, ay qadın alın. Ey Anladım bunu gözəl, nasıl insafsız adamlar. Bax, 3 dənə C-ni toplayıb təzədən C alıbsa da C ya 0 olmalıdır, ya da ki 5 olmalıdır. Bəli. C 0 olası olsa 3 dənə B-ni toplayıb axırı 0-dan qutaran ədəd ala bilməzsiniz. Ona görə də C-nin qiyməti 5-dir. 5-i də toplayanda 5, 5, 5, 15 edir. 5 yazdın, 1 yaddan. İndi C-nin qiyməti 5 olduğuna görə B-ləri toplayıb üstünə 1 gələndə axırı 5-dən qutaran ədəd olmalıdır. Onda B 8-dir. 3 dəfə 8, 24, bir də yadda 25. Düzdür? A-nın qiyməti avtomatik 2 olur. Bəli. Sonra 43. 43. Bakalım, bakalım. Uşaqlar, ya möhtəşəm iş deyibsiz, ya da ki utandığınızdan soruşmursunuz. Həqiqətən belə iş. Amilin Haycan. 34'te keçən dəfə demişdiniz, amma mən yenə onu qarışıq saldım. Bir dənə ona bir qayda Çünki baxaq. hər dəfə arkadaşım, hər dəfə başqa qayda iləndir. Ya o sizin günahınız deyil. Testlər, məsələn, bax burada Mən də 4 eyni yazılıb. qayda ilə gedirəm elə. Elə 1 bilirəm eyni yazılıb, bir şey. də 9. 1, 4, 9, 3-ü də kvadratdır. Düzdürmü? Hə, 1 2-nin Bunun biri bölündə üstündə. 1 var, bir dənə qara var, 1-in kvadratdır. Məsələn, bu 4 yazılanın bölündə 2 dənə qara Bir var, dənə 2 qara var. kvadratdır. Hə. Bu 9 yazılanın bölündə 3 dənə var, 3-ün kvadratıdır. Yəni aydındır nə edirik? Hə, başa düşdüm. Mən də elə eyni qayda ilə gedirəm, elə bilirəm elə hamısında eyni şeydir. Yox, yox. Birində kvadratdır, birində ağları sayırsan, birində qaraları sayırsan, birində vurursan, birində toplayırsan. Kaşadır, kaşa. Ay, Başa 39'a da baxaq, o səhv çıxıbdı. 39. Yaxşı, baxaq, baxaq. 39-un öz səhvdir arkadaşım. Cavab variantı Tamam. alın. Hə, bu sizin Ben günahınız. utandım soruşmalı. Hə. Yox, bu sizin günahınız deyil. Çünki niyə? Bir kvadratımız 2-dən üçbucaqdır. Bir kvadratdan bir üçbucaq alınmalıdır. Elə bir variantda yoxdur. Bir kvadratdan bir üçbucaq olmalı idi cavab.
44. 36. 36. Aha, görürsüz. Boş yerə ümidlənmişəmmiş. Elə siz həmişəkisiz. Baxın 12 ilə 24 toplayanda 36 alınır. 18-i 2-yə vuranda 36 edir. 23 ilə 22-ni toplayanda 45 edir. 3-ü 15-ə vuranda 45 edir. 31 ilə 17 48 edir. 12-ni 4-ə vuranda 48 alınır. Aydındır? Bəli. Sonra 44. 44. 43 müəllim, 43, 44 üstü, 43. 43-də bir dənə səy tərəf var arkadaşım. Nədir? Bax 15-i vurursan 8-in kvadratına, bölürsən 12-yə. Eləyir 80. Gördünüz? Bəli. Hı. Sonra 50. 53. 51, 50. 50. Yaxşı. Arkadaşım, burada nəyə diqqət edin? Bax, 3 ilə 5-i toplayanda 8 verir. 8 ilə 4 12 verir. 12 ilə 6 18 verir. 18 ilə 9 27 verir. 27. Aşağıdakı ədəd də yuxarıdakının yarısısa da 13,5 olacaq. Yəni 27 bölü 2 olacaq. E variantı. Bax, görürsə aşağıdakı ədəd. Bir dənə burada problem var. Birincidə. Çünki 5 3-ün yarısı deyil. Sualı tərtib edibdi, kim tərtib edibdisə də. Amma nədir? Ə, düşünməyib. Düzdür. Düşüncəsizcəsinə tərtib edib. Elli üç. 53. 53. Baxaq. Arkadaşım, 6 dəfə 5 neçə edir? Aa, ben Ha? 30 o da 0. 30-un da rəqəmlərini bir-birinə vuranda 0 edir. Bəli. Bəli. 56. 56, yaxşı. Bu 6-nın kubu 216, 4-ün kubu 64, 3-ün kubu 27, 5-in kubu olacaq 125. Tərsinə yazıblar da burada ədədləri. Bura neçəyə baxırıq? 57. 57 baxaq. Bax, 5-dən 1 çıxırsan 4, düzdür. 4-ü 4-ə vuranda 16 edir. Bax, bu sağdakılardan 1 çıxın, soldakılara vurun. Ben Sonra 62. 62, 60. 60. Deməli, fərqli cavab variantını seçin. 2, 4, 7, 14, 18. Elə. Bəli. Burada nə olubdu qayda? 2 Əvvəlcə gəlir. 2 gəlib, sonra nə edibdir? 3 gəlib, sonra 2-yə vurub, sonra da 4 gəlib. Ya da 2-yə vurub 3 gəlib, 2-yə vurub 4 gəlib. Eləyək ki, biraz məntiqli olsun. Olar? Bəli. Amma ikincidə nədir? 5 gəlib, 3 gəlib, yenə 5 gəlib, 3 gəlib. Plus 5, plus 3-dür. Elə? Bəli. Sonra üçüncüdə 1 minus çıxır. 1, minus 3. Minus 1, minus 3 gedir. Dördüncüdə plus 6, minus 2, plus 6, minus 2 gedir. Beşincidə minus 7, minus 1, minus 7, minus 1-dir. Ya gördünüz birinci nətər problemli oldu. Bir dəfə 3 gəlibdir, bir dəfə 4 gəlib. Olmaz axı. A variantı fərqlidir. Sonra neçəyə baxırıq arkadaşlar? Suallarınızı verin.
66. 66. Hı hı. Deməli belə. Bax burada. 1, 2, 1. Görsənmi? 1 Bəli. dairə, 2 üçbucaq, 1 kvadrat. Yəni 2 dairə, 1 üçbucaq, 3 kvadrat. İndi məsələmiz buradadır ki, yuxarıdan aşağı baxası olsan 3, 2, 3 alınmalıdır. Yox, Mantıqlı. əgər dairə üçbucaq kvadrat ardıcıllığından gedəsi olsan, onda 3, 3, 2 alınmalıdır. Bu tapşırıqda problemimiz var. Problem də nədir? Hər ikisi də eyni dərəcədə doğrudur. Yəni biz nə bilək ki, bu yuxarıdan aşağı prinsipindən mi gedibdir, yoxsa fiqurlara mı fikir veribdir? Hə, fiqurlara fikir verəsi olsaz, C A variantı var. Hı. olacaqdır. Yuxarıdan aşağı prinsipinə baxası olsan A variantı olacaq. Mən Yəni, elə anı götürmüşdüm. hə, yəni məsələ burasındadır ki, ə, kifayət qədər arqument yoxdur ki, bunlardan hansı doğrudur onu müəyyənləşdirəsiniz. A da ola bilər, C də. Sonra 70, 71. 70-ci sual yox idi arkadaşlar. Bu arada onu deyim ki, mən götürüb 71 idi. 71, 72, 73 ki var. Onların hətta 74. Bu 4 dənənin başlığına nömrə qoymuşam. Əslində qalsa burada 99 dənə sual var idi. 100 dənə sual yox idi. O da mənim diqqətsizliyim ucbatından baş vermiş bir olaydı. O zaman başlayaq. 71 demişdiniz. Bax bizə nə deyir? Deyir sualları aşağıda cədvəl əsasında cavablandırın. Hər hektardan alınan məhsul miqdarı, bax buğda 2, arpa 2,5, qarğıdalı 6, tütün 2, düyüdə 1 tondur. Düzdürmü? Bizə 71-də deyib 5 hektardan alınan düyü miqdarı. Düyü nə qədər alınır? Hektara 1 ton alınır. 5 hektara neçə ton eləyəcək? 5. 5 ton. Alınan arpa miqdarına neçə hektardan alınan arpa miqdarına bərabərdir? Arkadaşım, deməli, biri vurursunuz 5-ə, yəni 1 hektara düşən tonu vursan hektar sayını. Bərabər olmalıdır nə? 2,5 vuraq x hektar. X-in qiyməti nə edəcək? 2 eləyəcəkdirmi burada? Bəli. Hə, bax 71-in cavabı budur. Sonra nəyə baxaq? Suallar gəlsin arkadaşlar. Suallar. 74'dü. 74 baxaq. O da bu çoxluğa daxildir qaliba. Deyir bu məlumatlara görə aşağı hansı səhvdir? Qarğıdalıdan alınan məhsul buğdadan alınan məhsuldan çoxdur. Bax, buğda 120 dərəcədir. Düzdür. Burada 1800 hektardırsa da bura nə qədər düşmüş olacaqdır? Deməli, 3-də biri 600 hektar düşmüş olur. Düzdür. 600 Bəli. hektar. Qarğıdalıya da ki, düşəcək neçə? 8-də biri. 225 hektar. Elədirmi? İndi buğda 2-yə vuranda 600, 1200 ton eləmiş olur. Bunu da 225-i 6-ya vuranda neçə olacaqdır? 675, 1350. Qarğıdalı buğdadan daha çox məhsul verilmiş olacaq arkadaşım. Yəni qarğıdadan alınan məhsul buğdadan alınan məhsuldan çoxdur. Bu doğrudur. Bizə səhv lazımdır. Buğdadan alınan məhsul düyüdən alınan məhsuldan 6 dəfə çoxdur. Buğda 120 dərəcə, düyü 40 dərəcədir. Düzdür? Aha. Bəli. Bu sahəcə 3 dəfə böyükdür. Buğdanın məhsulları 2 tondur, düyüdə 1-dir. Bu da 2 dəfə böyükdür, 6 edir. Bu da doğrudur. Bizə səhv lazımdır. Keçdik C-yə. Tütün və buğdanın hər hektarından eyni miqdarda məhsul alınır. Tütün 57 dərəcə, buğda da 120 dərəcədir. Yox, o yox, hər hektardan alınan baxıram. Tütün də 2 tondur, buğda da 2 tondur. Düzdür. Bu da düzdür. D-də deyir ki, düyü əkilən ərazinin böyüklüyü arpa əkilən ərazinin yarısı qədərdir. Düyü 40 dərəcədir.
Arpa 80 dərəcə. Bu da doğrudur. E-də deyir, dincə qoyulan ərazi bütün əkilən ərazinin cəmi arpa əkilən ərazidən çoxdur. Əraziyə tütün əkilən ərazi. Tütünlə dincə qoyulan neçə 75 dərəcə eləmiş olur. Düzdür, deyir arpa əkilən ərazidən çoxdur, yalandır. Arpa əkilən ərazi nə qədərdir? 80 dərəcədir. Deməli nə oldu? Yanlış olan E variantı oldu. Sonra nəyə 78. bax? 78. Baxın. Bəli. Bax deyir, yüksək təzyiq probleminə 45 yaşına qədər qadınlarda kişilərdən daha az rast gəlinir. Amma əsas məsələ nədir? Rast gəlinir də. Elə deyilmi? Bəli. Əla. Sonra nəyə baxacağıq? 85. 85 baxaq. 82. 82. Neapol, Bonn, Barcelona, Paris, New York. Arkadaşım, burada deməli Paris paytaxtdır. Neapol paytaxt deyil, İtaliyanın şəhəridir. Bonn Almaniyanın şəhəri, Barcelona İspaniyanın, New York isə ABŞ-ın böyük şəhərləridir, amma heç biri paytaxt deyil. Bircədən Paris Fransanın paytaxtıdır. Sonra 85 mi? Səhv. 81. Baxın. 5. 5. 5. Klarnet, gitara, saksafon, qaboy, fleyta. Arkadaşım, klarnet, saksafon, qaboy, fleyta nəfəs alətidir. Gitara isə simli alətdir. Hı. Sonra 87. kitabxana, kitab, vərəq. Meşə, ağac, söz, cümlə. Bax, kitabxanada kitab olur, kitabda vərəq olur, meşədə ağac olur, arıxanada da pətək olur. Amma sözdə cümlə olmur, cümlədə söz olur. Yerini Cümlədə dəyişib söz. veriblər D variantında. Sonra 92. 92. Bəli. Bax, Məmməd Rıza, Murad Kənan adlı idmançılar yarışda göstərdikləri nəticələr aşağıda ilə bağlı aşağıdakılar məlumdur. Məmməd birinci olmayıb, Rıza sonuncu olmayıb. Kənandan zəif, Muraddan yaxşı nəticə göstərən bir idmançı var. Baxın. Burada elə birinci, ikinci, üçüncü, dördüncü yer. Düzdür. Muraddan yaxşı nəticə göstərən, Kənandan zəif, Muraddan yaxşı nəticə göstərən bir idmançı var. Kənan, Murad. Mu yazım ki, bunların arasında bir dənə idmançı var. Düzdür. Məsələ burasındadır ki, bu halda vəziyyət belə ola bilər. Birinci yerdə Kənan olsa, ikinci yerdə Rıza olsa, üçüncüdə Murad, dördüncüdə Məmməd. Bu deyilən ödənmiş olur. Məmməd birinci olmur, Rıza sonuncu olmur və Kənandan zəif, Muraddan yaxşı nəticə göstərən bir nəfər olur. Yox, Kənan ikinci yer, Murad dördüncü yer olsa, Məmməd birinci olmadığına görə Məmməd gərək nə olsun? Üçüncü yerdə olsun və o zaman Rıza nə olmuş olacaq? Birinci yerin sahibi olmuş olacaq. Deyir, hansı mütləq səhvdir? Rıza Kənandan yaxşı nəticə göstərib, bu ola bilər. Rıza Muraddan yaxşı nəticə göstərib, bu bütün hallarda doğrudur. Murad Məmməddən yaxşı nəticə göstərib, bu ola bilər. Məmməd Kənandan yaxşı nəticə göstərib, Məmməd həmişə Kənandan nədir? Sağ tərəfə düşmüş ol, bu yalandır. Kənan Muraddan yaxşı nəticə göstərib, bu sözsüz doğrudur. Yəni, D variantı nədir? Mütləq səhvdir, heç vaxt doğru ola bilmir.
Sonra 98. 99 99 100 baxaq. 98 kimsə deyirdi elə bil. Bəli, müəllim. Görürsüz arkadaşlar, deyirmişdən. Bu düzüm çox asan düzümdür. Maraqlıdır ki, bunu nətər bacarırsınız səhv eləmək? Hələ onu anlamış deyiləm. Və arkadaşım, bizə deyir ki, 6 şagird bazar ertəsindən şənbəyə qədər həftənin 6 günü sinifdə növbətçi edir. Bax yazıram. Dərsini tutmuşam. Bazar ertəsi, çərşənbə axşamı çərşənbə, cümə axşamı cümə, bir də şənbə günləri. Deyər ki, 98-də D cümə günü növbətçi olsa, D-ni gətirdi, cümə günü növbətçi qoydu. Burada da verib A C-dən bir gün sonra növbətçi oldu. C A-dan əvvəlki gündür. E B-dən bir gün əvvəl növbətçi oldu. E də B-dən əvvəlki gündür. Burada necə ola bilər? C A bazar ertəsi çərşənbə axşamı, E B çərşənbə cümə axşamı, ya da E B bazar ertəsi çərşənbə axşamı, C A da çərşənbə ilə cümə axşamı növbətçi ola bilər. Və bu halda cümə günə D olduğuna görə şənbə gününə F qalacaqdır. Və bizə nə deyir? Deyir ki, hansı mütləq doğrudur? F şənbə günü növbətçi olur. B variantı. Gördünüz 98 nə qəşəng çıxdı. Bəli. Yəni 99-dan 100-ə baxaq. Bunun bir başqa versiyasını işləmişdik. Orada nə idi? Hərflər başqa idi, amma yenə də evlər idi. Bir də məsafələr orada 400 metr deyildi, 20 metr idi. K evi T evinə nəzərən 400 metr qərbdədir. K P-dən 400 metr qərbdədir. Yəni bu tərəfə qərb, bu tərəfə şərq, bu tərəfə şimal, buradakı cənub deyək. Olarmı? Olar. L evi R evinə nəzərən 400 metr qərbdədir. N evi M evinə nəzərən 400 metr qərbdədir. R evi N evinin şimal şərqində, T evinin cənubundadır. R evi T-nin cənubundadır və N evinin şimal şərqindədir. N də gəlib bura düşür. N M-ə nəzərən 400 metr qərbdədirsə də M bundan 400 metr şərqə düşür. L də R-ə nəzərən 400 metr qərbdədirsə L də gəlib K-nın altına düşmüş olur. Beləliklə hamısını yazdıq. 99-da deyir M və L. Arkadaşım, burada sual səhv qoyulub. M evi L evinə nəzərən hansı istiqamətlər? Sual belə olmalı idi. Bunu mən yazanda səhv yazmışam. M evi L evinə nəzərən, M və L evinə nəzərən ola bilməz. Ya səhv yazmışam, ya səhv yazdırmışam. Bütün hallarda yəni mənim suçumdur bu. M evi L evinə nəzərən cənub şərqdədir. Yüzdədir, hansı evlər digərlərinə nisbətən daha cənubda yerləşir? M ilə N-dir. Gördüyünüz kimi bunlar ən cənubdakı olan evlərdir. Tapdıq? Tapdıq. Yaxşı arkadaşlar. Utanıb soruşmadığınız hansı variantlar var burada? Ha? Bitdi müəllim. Bitdi müəllim özünsən. Mənə niyə bitdi müəllim deyirsən arkadaşlar? Ya müəllim, dərs bitdi. Yəni suallar bitdi. Suallar bitdi, hə. Yaxşı ki elə deyirsən. Yoxsa mən küsərdim. Yaxşı arkadaşım. Bir şey soruşum sizdən. O birisindən, modeldən sualınız yox idi da. Hər şey super yazmışdınız. Bütün suallarınızı verdinizmi? Mənim sizdən soruşduğum budur. Müəllim, mən verdim. Bir dənə bilsiz nəyə tapa bilmirəm çox De. vaxtı. Nə? Kublar olur ya. Kubları belə şeydir, kağıza çəkib düzəldib tapıram. Amma belə şeydir, qara ilə olanda çox tapa bilmirəm. Nətər qara ilə oldu? Rəhli kub vermişəm ki, bir dənə ikiyə. Yox, elə rəhli yox.
Lalə Bu tür xanım, tərslikdir. kağızda çəkib tapırsınızsa da onda Allah sizə rəhmət eləsin. İmtahanda kubu yaza bilməyəcəksiniz. Kağızı əlinizdən alıb imtahandan çıxarda bilər. Nəzarətçinin ona tam hüququ çatır. Təqib. Yəni, Kvadrat şey aparacam onda. yox, Poza. mən də onu 10 deyirəm üstəyə ki, verəcəm. bax, əyani vəsaitdən istifadə elədiyinizə görə nəzarətçi tam hüquqa malikdir ki, sizi imtahandan uzaqlaşdırsın. Çünki onlar xəyali tapılmalı olan şeydir. Əyani vəsaitdən istifadə etmək imtahan qaydalarını pozmaq deməkdir. Hı. Yəni, bunu nəzərə alın, sonra həyatınızı riskə qoyarsınız. Mən bunu biz nəyə deyirəm? Yəni, bacararsınız, istəyirsiniz kompüter keçirdin içəri. Yəni, bacarına baş qurban deyir bizim atalarımız. Amma mən də əvvəlcədən deyirəm ki, sonra deyərsən ki, "Ay müəllim, mən bilmirdim. Siz niyə belə demirdiniz?" Mən onu deyim ki, arkadaşlar, yəni o qaydaları pozmaqdır. Kağızda, məsələn, kağızın qatlanışını kağıza çəkib kəsmək qayda pozmaq deməkdir. Sonra kubun üzərində həmin o kağızın üzərinə kub çəkmək, yaxud pozanın üstündən kub çəkmək, onun özü qayda pozmaqdır. Barmağınıza çəkə bilərsiniz amma. Barmağınıza çəkəsi olsa heç kim heç nə deməyəcək. Əyni vəsait istifadə etməyəcəksiniz, barmağınızdan istifadə edəcəksiniz. Müəllim, siz özünüz də imtahana girirsiniz? Mən çoxdandır girmədim. Çünki mən girəndə sonra adı nədir, hayfım gəlir, təzədən oxumaq məcburiyyətində qalıram. Müəllimlərin çoxu girir, ona görə sual verdim. Arkadaşım, mən onlardan deyirəm. Yaxşı Siz eləyirlər. sadə müəllimsiniz. Mən nəyə girim? Nə üçün girim? Bax, məsələ burasındadır. Bir məqsəd olmalıdır da girməkdən. Heç nə, kitabça, onsa kitabçalarını verirlər. Kitabçanı onsuz da verirlər. Hı. Dövlət İmtahan Mərkəzi elektron formada orada dərc edir. Yəni girib neyniyəcəm? Heç nə, Əm, mənası. İmtahana keçməklə bir otağa hissəsinə keçən Heç olardı. vaxt kömək eləmərəm. Yəni odun yadınızda Peki. saxlayın ki, heç vaxt eləmərəm. Başqalarının haqqına girmək olmaz. Siz özəl deyilsiniz ki. Ona görə də mənlə bir otağa düşmək heç kimə sərf eləyəsi bir şey deyil. Hətta o vaxt eləyəndə 2017-ci ildə uşaqlar xahiş elər ki, bəlkə siz də imtahana girəsiz, həvəsləndirdilər. Mən özümü Bakıda qeydiyyata saldım ki, Gəncədə düşüb uşaqlara kömək eləməyim. Ya birinə kömək eləyəsi olsam, o birisi inciyəcək. O birisinin kömək etsə, bu birisi. Kiminsə də haqqına girmək həqiqətən çox pis bir şeydir. Qoy hər kəs öz başına getsin, imtahanı versin. Deyirəm, elə yerdə elə müəllimlər olar köçürtməyə icazə verir axı. Yox, Onda bizim haqqımıza girirlər olar. bəli. Müəllim yox, heç nəzarətçilər. Nəzarətçi. Mən də onu deyirəm ki, o nəzarətçi düzgün eləmir də. Nəzarətçi hamıya eyni cür davranılmalıdır, arkadaşım. Məsələ burasındadır ki, sən imtahanda olanda sənə kömək olunmasını istəyirsən, hər kəs istəyir onu. Təbii ki, zəiflərin hamısı özünə kömək olmasını istəyir. Amma digər tərəfdən fikirləşkən ki, səndən zəif biri var və sənə kömək olunmayıbdır, səndən zəif biri səndən qabağa keçir. Bu ədalətlidir. Xeyr. Və ona görə də, Ədalət yoxdur. bəli, Bizdə elə şeydə ədalət yoxdur ki. mən də onu deyirəm ki, bax o tərəfini fikirləşkən. İndi o yoxdur deyə mən orada iştirak edə bilmərəm ki, cəmaət bunu edirsə də mən də bunu edeyim. Deməm, kiməsə umud bəsləmək yaxşı şey deyil. Kiməsə ümid bəsləmək, bəli, təbii ki, yaxşı deyil. Məsələn, bu gün elə danışır uşaqlarla, birinin qohumu var imiş, deyib imtahanda özü bilmirmiş xarici dili. Hə, başqa birinə deyibdi ki, mən xarici dili yaxşı bilirəm, o da başqa xarici dili yaxşı bilmirmiş. Buna bir fəndə kömək edib, bu da ona xarici dildə kömək edib, yoxsa əksinəmi? Nəsə, onun sayəsində bu keçib, bunun sayəsində də o kəsilib. Həm başqalarına ümid olmaq yaxşı şey deyil, heç var. Bəli. Ya onun ucbatından neçə tələbəm kəsilibdir. Onu deyim ki,
Ən azından özü atıb sınaqda zətdə bir 5-6 dənə belə deyim də yazıb keçən uşaqlar var. Gəlib imtahanda kimsə deyib ki, mən yaxşı bilirəm. Deyib yaxşı, mənimkini yaz ki, mənə kömək elə. Kömək eləyib onun köməyi nəticəsində kəsilib təzədən hazırlaşır. Hə, yaxşı ehsan ayarısın. Ümumiyyətlə dələduzsuz da arkadaşlar. Sizin haqqınızda bu fikrimi dəyişməyəcəm. İmkan vermirsiniz fikrimi dəyişim. Heç nə olmaz. Eyb yox. Hərə bir yolla da, hərə bir cür dolanır. Hərə bir cür yaşayır, hərə bir cür imtahandan keçir. Əsas məsələ suallarınızı verin. Suallarımız koymadı mı? Yəni sualınız varsa da verin, yoxdursa da yalandan sual zad çıxartmayın. Hə, sualınız yoxdursa gedin mən birazca yemək yeyim, enerji toplayım, təzədən gəlim informatikamıza keçək. Hə? Bəli. Olur. Yaxşı, onda mənə müsaitim. Hmm. Olur.